Qoç bürcü. Heç bilmədiyiniz istedadları kəşf edə bilərsiniz. Ətrafınızdakı insanlar onlara tamamilə heyran qalacaqlar. Maraqlı təkliflər mümkündür. Bəzi qoçlar çoxdan maraqlandıqları bir işlə məşğul olmaq şansı əldə edəcəklər. Bununla belə illüziyalar qurmamaq və gücünüzü çox qiymətləndirməmək vacibdir. Bu cür səhvlər bürcün gənc nümayəndələri tərəfindən edilə bilər. Daha təcrübəli olanlar hər şeyə kifayət qədər real baxacaqlar və bu onlara çətin vəziyyətlərdən qaçmağa imkan verəcək. Hər hansı ciddi vədlər verməzdən və ya maliyyə öhdəliklərini yerinə yetirməzdən əvvəl 2 dəfə düşünün. Ümumiyyətlə, pulla ehtiyatlı olmaq lazımdır. Asan pul vəd edənlərə etibar etməyin. Qəbullar, o cümlədən gözlənilməz olanlar bugün istisna edilmir, lakin onlar səy tələb edəcəklər. Günün birinci yarısı ünsiyyət üçün əlverişli olacaq, ikinci yarıda bir çox qoçlar üçün başqaları ilə anlaşmaq daha çətin olacaq. Öz düşüncələrinizə dalaraq, sevdiyiniz insanla münasibətlərinizdə vacib bir şeyi əldən vermə riski ilə üzləşirsiniz. Yorğun olsanız belə ona diqqət yetirməyə çalışın. Buğa bürcü. Çox boş söhbətlər olacaq və eyni şeyi təkrar müzakirə etməyə hazır olan insanlar sizi kifayət qədər qıcıqlandıra bilər. Bununla belə mənfi emosiyalara təslim olmamağa çalışın. Bu anın istisində deyilən sərt sözlər sizin üçün həqiqətən vacib olanlarla münasibətləri korlaya bilər. Həddindən artıq işdən qaçmağa çalışın. Bugün yaxşı əhval-ruhiyyəni və rifahı qorumaq xüsusilə vacibdir. Yorğunluq səbəbindən səhv qərarlar vermək və ya vacib bir şeyi gözdən qaçırmaq riski daşıyırsınız. İstirahət etmək üçün qısa fasilələr verin, bu özünüzü daha yaxşı və inamlı hiss edəcəksiniz. Günün ortasında diqqətinizi həqiqətən vacib məsələlərə cəmləyə biləcəksiniz. Bu vaxt həm tanış problemləri həll etmək, həm də tamamilə yeni bir şey götürmək üçün əlverişlidir. Bir çox buğalar son bir neçə həftə ərzində əldə etdikləri bilikləri bugün faydalı tapacaqlar. Axşam yaxınlarınızla bəzi ev işləri görmək üçün münasibdir. Sadə, çox yorucu olmayan və tələsməyən bir şey seçmək daha yaxşıdır. Bugün başladığınız işi sonra bitirmək asan olacaq. Əkizlər bürcü. Proqnozlaşdırıla bilən, səbirli və ardıcıl olmağa çalışın. Bu, sizə bugün yeni müttəfiqlər və ya işgüzar tərəfdaşlar tapmağa imkan verəcək, onların dəstəyi tezliklə faydalı olacaq. Mümkünsə adət-ənənələri və hamı tərəfindən qəbul edilmiş qaydaları pozmamaq üçün ekstravagant hərəkətlərdən və şok bəyanatlardan çəkinmək daha yaxşıdır. Vəziyyətlər sizdən bir qədər mühafizəkarlıq tələb edir və onların rəhbərliyinə əməl etsəniz, peşman olmayacaqsınız. Gün darıxdırıcı olacaq. Çox güman ki, diqqət yetirmək istədiyiniz parlaq və perspektivli layihələrə deyil, gündəlik işlərə çox vaxt ayırmalı olacaqsınız. Bununla belə yığılmış kiçik problemlərin öhdəsindən gələrək özünüzü daha azad hiss edəcəksiniz. O zaman böyük ideyalar meydana çıxacaq ki, onların həyata keçirilməsinə yaxın günlərdə başlamaq olar. Sevindirəcək şey sevilən bir insanla ünsiyyətdir. İlk növbədə bu, romantik sürprizlərlə qarşılaşacaq gənc əkizlərə aiddir. Ancaq bürcün yaşlı nümayəndələri də münasibətlərinin necə inkişaf etməsindən məmnun olacaqlar. Xərçəng bürcü. Çalışın ki, bugün sizi dərhal düzgün başa düşməyən və ya gözəl ideyalarınızı qiymətləndirməyənlər inciməsinlər. Ətrafınızdakı insanlar skeptik və ya çox tələbkar ola bilər və vəziyyəti anlamaq üçün onlara bir qədər vaxt lazım olacaq. Ola bilsin ki, əvvəlcə tənqidi fikirlər səsləndirən insanlar sizin ən etibarlı müttəfiqinizə çevrilsinlər. Gün yaradıcı iş və əşyalara orijinal baxış tələb edən istənilən fəaliyyət, qeyri-standart metodların axtarışı və istifadəsi üçün münasibdir. Başqalarının tələblərini yerinə yetirərkən dəqiqlik, konsentrasiya və dəqiqlik tələb edən məsələlərin öhdəsindən gəlmək daha çətindir. Burada da uğur əldə edə bilərsiniz, lakin bunun üçün daha ciddi səylər tələb olunacaq. Maliyyə məsələlərinə tələsməmək və əvvəllər planlaşdırılmayıbsa, böyük alış-veriş etməmək daha yaxşıdır. Bugün bir çox xərçənglər israfçılığa meyilli olacaqlar, sonradan peşman olacaqlar. Hətta ən yaxın adamlarınızdan belə bugün qeyd-şərtsiz dəstək gözləməməlisiniz. Ünsiyyətdə gərgin anlar, xoşagəlməz söhbətlər ola bilər. Ancaq özünüz onları təhrik etməsəniz, ciddi münaqişələr yaranmayacaq. Şir bürcü. Cəsarətli ideyanı həyata keçirmək, tamamilə yeni bir şey götürmək və ya çoxdan hamını çaşdıran problemi həll etməyə çalışmaq üçün yaxşı gündür. Bütün bunları müsbət tendensiyaların təsirinin xüsusilə güclü olacağı səhər saatlarında etmək daha yaxşıdır.
Şərait müsbət inkişaf edəcək, gözlədiyinizdən də artığına nail olacaqsınız. Günün ikinci yarısı da məyus olmayacaq. Bu zaman siz çoxdan başladığınız işi tamamlaya biləcəksiniz. Həm də tez sənədləri tərtib edər, danışıqları uğurla apara və dəstəyi sizin üçün yeni imkanlar açacaq, yeni müttəfiq tapa biləcəksiniz. Axşam nə qədər yaxın olsa, bir o qədər yaxşı ideyalarınız olacaq. Yaxınlıqda nəyin həyata keçirilməyə dəyər olduğunu və daha sonra nəyi təxirə salmağın daha yaxşı olduğunu anlamağa kömək edəcək bir insanın olması çox faydalı olacaq. Yaxşı məsləhətlərə qulaq asacaqsınız və çox enerjiyə qənaət edəcəksiniz. Emosional fon günün əvvəlində gərgin ola bilər, lakin zaman keçdikcə sabitləşəcək. Dostlarla ünsiyyət əhvalınızı yüksəldəcək, sevdiyiniz insanla görüş də son dərəcə xoş keçəcək. Qız bürcü. Cəsarətli planınız varsa, bugün heç bir şübhə etmədən onu həyata keçirməyə başlaya bilərsiniz. Ulduzlar sizin tərəfinizdə olacaq və onların dəstəyi sayəsində siz gözlədiyinizdən də artığına nail olacaqsınız. Kömək və ya məsləhət üçün yeni tanışlara müraciət edəcək və ya vaxtilə vacib xidmətlər göstərdikləri şəxsləri cəlb edəcək qız bürclərini ən nəzərə çarpacaq uğurlar gözləyir. Gün maliyyə baxımından əlverişlidir. Gözlənilməz mənbədən nağd pul daxil olmaları, eləcə də uğurlu alış və sövdələşmələr mümkündür. Bəzi qız bürcləri uzun müddətdir gözünü tutduqları şeyi endirimli qiymətə ala biləcəklər. Yeni şeylər öyrənməkdə və mürəkkəb şeyləri başa düşməkdə yaxşı olacaqsınız. Ətrafınızdakı insanlar başqalarının çətin hesab etdiyi şeyləri necə tez mənimsədiyinizə təəccüblənəcəklər. Gün imtahanlara hazırlaşmaq, ictimai çıxışlar və mühüm işgüzar görüşlər üçün münasibdir. Axşam kiçik bir ev şənliyi keçirmək və ya sevilən biriniz üçün xüsusi bir şey təşkil etmək üçün mükəmməldir. Tərəzi bürcü. Günün əvvəlində tez hərəkət etməlisiniz. Bu çətin, lakin çox maraqlı vaxtdır. Əgər işinizdə təşəbbüs göstərsəniz, nəinki mövqelərinizi möhkəmləndirə, həm də ən güclü rəqib üzərində inamlı qələbəni qoruya biləcəksiniz. Əvvəllər həyatınızı xeyli çətinləşdirən bədxahlar kənara çəkilib sizin üçün problem yaratmağı dayandırmağa üstünlük verəcəklər. Günün bütün birinci yarısı ünsiyyət üçün əlverişli olacaq. Bu həm biznes sahəsinə, həm də şəxsi münasibətlərə aiddir. Başqalarını yaxşı başa düşürsən və bir çox cəhətdən onlarla yarı yolda qarşılaşırsan, cür cavab verirlər. Peşəkar əlaqələri gücləndirmək, mübahisə etdiyiniz şəxslərlə barışmaq fürsəti yaranacaq. Bu yaxınlarda kimisə incitmisinizsə, indi üzr istəyə bilərsiniz, onlar minnətdarlıqla qəbul ediləcəklər. Günün ikinci yarısı da yaxşı keçəcək, lakin bəzi müstəqil işlər üçün daha münasibdir. Heç kim sizi yayındırmazsa, əvvəllər çox çətin görünən işin öhdəsindən tez gələcəksiniz. Əqrəb bürcü. Gözlənilməz problemlərin ciddi olması ehtimalı azdır, lakin onlar planlarda dəyişiklik tələb edəcəklər. Diqqət tələb edən məişət məsələləri ilə məşğul olmaq üçün bəzi iş görüşlərini təxirə salmaq lazım gələ bilər. Evin abadlaşdırılması, xırda təmirə başlaması və ya köçməsi ilə bağlı planlaşdırılmamış xərclər də mümkündür. Bugün hər hansı bir hadisəni xüsusilə ürəyinizdən keçirəcəksiniz və bu, diqqətinizi biznesə yönəltməyə mane ola bilər. Dəqiqlik və dəqiqlik tələb edən ciddi bir iş görməyi planlaşdırırsınızsa, səy göstərməyə hazır olun. Ünsiyyətdə idrak da vacibdir. Hər şeyə çox bədbin baxan və tez-tez əhvalınızı korlayanlardan uzaq durmağa çalışın. Bugün üçün qısa bir səyahət və ya yeni marşrutla gəzinti, maraqlı fəaliyyət və ya sizi necə ruhlandıracağını bilən biri ilə görüş planlaşdıra bilərsiniz. Siz mütləq yeni təəssüratlar və müsbət emosiyalar istifadə edə bilərsiniz. Ox atan bürcü. Ətrafınızdakılar tarazlığınızı pozmaq üçün çox çalışsalar belə sakit olmağa çalışın. Sərt ifadələr, həddindən artıq aktiv hərəkətlər, ehtiyatsız hərəkətlər xoşagəlməz nəticələrə səbəb ola bilər. Emosiyalara təslim olmasanız, bir çox çətinliklərdən və gərgin anlardan qaça biləcəksiniz. Bugün ünsiyyətdə siz əsl diplomat olmalısınız, həm işdə, həm də evdə. Kəskin kənarları hamarlamağa, mümkün olduqda mübahisə edən tərəfləri barışdırmağa və mümkün olduqda güzəştə getməyə çalışın. Bunu bacarsanız, tezliklə qarşılıqlı narazılığın getdikcə azaldığını və münasibətlərdə harmoniyanın bərpa olunduğunu görəcəksiniz. Maliyyə mənzərəsi o qədər də əlverişli deyil. Sağlam düşüncədən istifadə etməsəniz, lazım olduğundan daha çox xərcləyəcəksiniz. Kiçik pul daxil olmaları istisna edilmir, lakin bütün ox atanlar xərclənən məbləği düzgün idarə edə bilməyəcəklər.
Günün ikinci yarısında xoş xəbər gələcək. Ola bilər ki, bu zaman çoxdandır düşündürdüyünüz suallara cavab tapacaqsınız. Bəzi oxatanlar yaxın gələcəkdə onları həyata keçirməyə başlamaq üçün planlar barədə qərar verəcəklər. Oğlaq bürcü. Başqalarını çaşdıran problemləri bu gün təəccüblü dərəcədə tez həll edəcəksiniz. Çoxdan qazandığınız təcrübə bu işdə sizə kömək edəcəkdir. Ancaq ən əlverişli anda alacağınız intuisiyadan gələn göstərişlər də artıq olmayacaq. Ola bilər ki, bugün vacib bir şey öyrənəcəksiniz. Çox məlumat olacaq, ancaq siz dərhal əsas şeyi vurğulaya və düzgün nəticə çıxara biləcəksiniz. Başqaları ən yaxşı şəkildə necə davranacağını düşünərkən siz hərəkətə başlayacaqsınız və çox keçmədən ilk uğurlarınızı əldə edəcəksiniz. Gün işgüzar danışıqlar, potensial tərəfdaşlar və işə götürənlərlə görüşlər, əməkdaşlıq şərtlərinin müzakirəsi üçün münasibdir. Bəzi oğlaqlar sürətli qazanc vəd edən təkliflər alacaq və ya peşəkar mövqelərini gücləndirmək üçün bir yol tapacaqlar. Gənc oğlaqların romantik münasibətlərdə problem yaşaması ehtimalı azdır. Ancaq işarənin yaşlı nümayəndələri bəzi çətinliklərlə üzləşə bilər, sevilən insanı dərhal başa düşmək mümkün olmayacaq. Dolça bürcü. Ayın əvvəlində çətin anlar yaşayacaqsınız. Zehni tarazlığı qorumaq çətin olacaq. Bir çox dolça həddindən artıq həssas və həssas olacaq. Başqaları ilə münasibətlərdə uzun müddətdir davam edən çətinliklər daha da kəskinləşəcək. Ancaq emosiyaların öhdəsindən yalnız özünüz gələ bilərsiniz. Əgər həyatınızdakı yaxşı şeylərə diqqət yetirməyi bacarsanız, özünüzü bir yerə toplaya və narahat olmaq üçün çox real səbəb olmadığını kəşf edə biləcəksiniz. Məsuliyyətli qərarlar qəbul etmək və böyük layihələrə başlamaq üçün ən yaxşı vaxt deyil. Ancaq tələsməsəniz və özünüzdən çox şey tələb etməsəniz, gündəlik işlərin öhdəsindən olduqca uğurla çıxacaqsınız. İyulun ortalarına qədər tədricən müsbət əhval-ruhiyyəyə girə biləcəksiniz. Sarsıntılı münasibətləri düzəltmək, əvvəllər münaqişə yaşadığınız insanlarla barışmaq şansınız olacaq. Gücünüzü toplayıb bütün məqsədlərinizə çata biləcəksiniz. Dəstək etibarlı müttəfiqlərdən və köhnə dostlardan gələcək. Qazanclı sövdələşmələr və kiçik maliyyə uğurları ehtimal olunur. Ayın sonu vacib məsələlər üçün çox münasib deyil. Hər şey yaxşı olmayacaq, buna görə də həmişəkindən daha çox səy göstərməyə hazır olun. Balıqlar bürcü. Bu bürcün nümayəndələri üçün ay çox yaxşı başlayacaq. Uğurlar sahibkarların tərəfində olacaq və xüsusilə sərfəli sövdələşmələr bağlamaq imkanı yaranacaq. Ancaq qalan hər kəs də təsirli nəticələr əldə edə biləcək. Bəzi balıqlar nüfuzlu himayədarlar əldə edəcəklər. Bütün işlərinizdə ətrafınızdakilardan dəstək gözləyə bilərsiniz. Səyahət və işgüzar səfərlər üçün əlverişli zamandır. Qarşınızda yeni perspektivlər açılacaq, onları əldən verməyəcəksiniz. İyulun ortalarında özünüzə inamınız artacaq, ona görə də yeni başlanğıclar üçün əlverişli zaman olacaq. Komanda işi xüsusilə uğurlu olacaq. Tezliklə həyatınızda mühüm rol oynayacaq faydalı əlaqələr quracaqsınız. Peşəkar inkişaf və yeni şeylər öyrənmək üçün yaxşı vaxtdır. Amma ayın sonuna kimi xırda çətinliklər ola bilər. Sizin üçün vacib olan insanlarla həmişə ortaq dil tapa bilməyəcəksiniz. Rəhbərliklə fikir ayrılıqları mümkündür, ona görə də mübahisələrdən qaçmağa çalışmalısınız. Maliyyə məsələlərində hər şey rəvan getməyəcək, lakin böyük itkilərdən narahat olmaq lazım deyil.